Dodağımdakı gloss Kiko'nun yeni Kissable kolleksiyasından bir dənəsidir. Mən isə sizə indi onun növbəti tonlarını göstərəcəm. İçində bir neçə ədəd gloss var. Bunları açaq. Ümumən bu kolleksiyada dodağımdakı ilə birlikdə 6 dənə gloss var. Dodağımdakı olan Tutu Rose Mongolia ekstraktı ilədir. Gücləndirməyə ehtiyac varsa, qaragilə, yəni blueberry birlikdə açırıq. Bunların hamısı dodağa həcm verir. Tətbiq edək. Şaftalı ekstraktı ilə Sunbeam. Rənginə baxın. Bu arada hər birinin də özünə məxsus qoxusu var. Yumuşaq və parlaq bir nəticə üçünsə Blueberry. Rənginə baxın. Qeyd etdiyim kimi, hər birinin özünə məxsus qoxusu var və hər biri həcm verir. Parlaqlığın dalıca gedirsinizsə, ağ tut ekstraktı. Bunun qablaşması matdır. Qoxusu necə gözəldir. Parlaqlıqdan sonra isə çini çiyələk ekstraktı. Bu Nude Ever adlanır. Bu cürdür. Baxın. Hər biri bir-birindən gözəl və həcm verəndilər. Və kolleksiya daxildir belə bir lipstik. Bu da ekstra həcm verir. Rengi yoxdur. Dodağınızda istədiyiniz boyanın üzərinə tətbiq edə bilərsiniz. Bu kolleksiyanı çox bəyəndim.